Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsi Ramiz Meytiyevi gözaltına aldı və Ədalət Məhkəməsi 4 aylıq ev dustaqlığına məhkum elədi. 25 il Azərbaycan Respublikasının prezident aparatına başçılıq etmiş 87 yaşlı Ramiz Meytiyev həbsə məhkum edildi. 87 illik mənasız və xəyanət dolu həyat. Ramiz Ənvəroğlu Meytiyev Azərbaycanın ən müxtəlif vəzifələrində işlədi. Azərbaycanı sevmədi. Azərbaycan xalqının inkişafını istəmədi. Başqa paytaxtlarla bağlı oldu. Və indi Dövlət Təhlükəsizlik Xidməti Ramiz Meytiyevi ən dəhşətli maddələr üzrə ittiham edir. Hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama maddəsi, dövlətə xəyanət maddəsi və külli maliyyə fırıldaqları. Azərbaycanın çörəyin yedin, Ramiz Meytiyev, suyun içdin, ən yüksək vəzifələrin tutdun. Minlərlə Azərbaycanlı balasının istedadlı, savadlı, vətənpərvər övladlarının həyatını niyə qaraltdın? Niyə sən bu xalqı sevmədin? Bu qədər mülkü əlinə keçirdi, bu xalqı soyub Azərbaycan dövlətinin müstəqilliyini niyə istəmədin? Müstəqil Azərbaycan dövlətinin ən yüksək məqamlarından birində oturdun, 25 il. Nə üçün bu xalqı sevmədin? Nə üçün bu xalqın inkişafının, müstəqilliyini istəmədin? Nədən Azərbaycan prezidentinin sərəncamların, qərarların sabotaj elədin? Nədən Azərbaycanın içərisində oturub başqa dövlətlərin maraqlarının müdafiəçisinə çevrildin? Nədən sən başqa dövlətlərin casusu idin? Nədən sevmədin Azərbaycanı? 87 ildən sonra vətənə xəyanət maddəsi ilə ittiham edilmək dəhşət deməkdir. Ramiz Meytiyev. Mən Azərbaycanda heç bir vətəndaşa o maddənin tətbiq edilməsini arzu etmirəm. Allah göstərməsin. Necə dəhşətli səslənir? Vətən xaini. Vətən xain olmaq, Ramiz Meytiyev. Deməkdir ki, sən bütün həyatını cinayətlərlə həyata keçirmişsən, sürmüsən. Və indi Azərbaycanın kəlləli müstəntiqləri sənin bütün çayır kimi attığın kökləri də ortaya çıxardacaqlar. Hər kəsə məlum olacaqdır ki, sən bu xalqı niyə sevmədin? Niyə, kimə xidmət elədin? Nə üçün bu xalqın övladlarına qarşı sabotajlar, savaş açdın? Nə üçün Azərbaycan dövlətinin əleyhində çalışmısan? 87 ildən sonra vətən xaini maddəsi ilə ittiham olunmaq Ramiz Meytiyev. Bu sənin faciən deməkdir.